Belə mətbəxti, geniş olan ev, yəni həqiqətən satışda yoxdur. Ya Allah, dostlar, sizləri Zabratdan salamlayıram. Zabrat 1-də. Mən normal çəkilişdən çəkirəm, yəni 0.5-dən çəkmirəm. Normal çəkilişdən çəkirəm. Mətbəxtin uzunluğu hardasa 6 metr yarım, 7 metr olar. Yəni 4 metrdə eni olar. Yəni çox genişdir. Ünvanımız Zabratdır. Zabrat 1, Kərpic Zavod yolu 118 nömrəli marşruta yaxın ərazi. Güllü, çiçəkli, bağlı, bostanlı. Bostana bax, maşallah, gül çiçəkdir. Ev, yəni üz görünüşü də superdir, maşallah. Ay maşallah. 3 sotda yerləşir, dəyərli izləyicilər. 3 sotda. Paket kupça sənət. Torpağın da, evin də kupçası var. İpotekaya da yarayır. Alıcıya bank pul ayırırsa, yəni evi rahatçılıqdan banka salıb əldə eləyə bilər. Qiymətin qeyd etmək istəyirəm. Qiymət olaraq gördüyünüz bu səliqəli, balkonlu, mətbəxti geniş olan ev 145 min manatdan inşallah çıxır satışa. 145 min manatdan. Real alıcıya da qiymətdə endirim olunacaq. Təbii ki, biz də bir vasitəçi olaraq köməklik edəcəyik ki, qiymətdə yaxşı endirim olsun. Daxil oluruq evə. Kvadrat həqiqətən genişdir ya. Bu kvadratda ikinci ev yəni yoxdur da satışda. Sağda təbii ki, mətbəxtidir. Burada solda evin qonaq otağıdır. Maşallah, geniş və səliqəli. Bu gördüyünüz evin yataq otağı, ailə otağıdır. Burada da ikinci yataq otağı. Normal çəkilişdən çəkilər. Hamam, ayaq yolu, duş kabinadır və yaxud da moydadırdır. Hər şey qurlaşdırılıb, hazır vəziyyətdə. Evin lüstrlarına kimi qurlaşdırılıb. Üçüncü yataq otağı. Qonaq otağı da 7-8 metr uzunluğundadır. Hörmətli izləyicilər, əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddiliyi varsa mənimlə əlaqə saxlayın. Hər büdcəyə, hər istəyə uyğun satışda evlərimiz var. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Xoş rəylər gözləyirəm hər kəsdən. Fikirlər maraqlıdır. Yəni fikirləriniz həqiqətən maraqlıdır bu evdən bağlı. Yəni necə təsvir yaratdı sizdə ev? Zəhmət olmasa yorumlarda qeyd edin.